Yağan qar və şaxtalı hava şəraiti Tovuzun yollarında problem yaradıb. Dekabrın sonu və yanvar ayının əvvəllərində qərb bölgəsinə yağan qar və həmçinin şaxtalı hava şəraiti nəticəsində rayonun Əsrik Böyük Qışlaq istiqamətində yollar buz bağlayıb. Qar yağan zaman Azərbaycan Avtomobil Yolları Agentliyinin 26 nömrəli yol istismarı MMC-nin əməkdaşları tərəfindən texnika və canlı qüvvə ilə yollar təmizlənərək duz qarışıq qum tökülməsinə baxmayaraq adı gedən ərazinin yollarında hələ də təhlükə qalmaqdadır. Əsrik Böyük Qışlaq ərazisinin yarı hissəsinə kimi gəlmişik. Bu da bizim bura gəlməyimiz belə möcüzədir. Çünki artıq yolun bir neçə hissəsində yol tamamilə buz bağlayıb. Hələ biz dayandığımız hissə, yəni maşını dayandıra bildiyi ən yaxşı hissələrdən biridir ki, burada gördüyünüz kimi yol buzlu, avtomobillər burada gediş-gəlişi çox çətin problemlər yaradır. Çətinliklə mən üzləşməmişəm, amma üzləşirik qada. Səhər qış belə olur. Sağ olsunlar, gəlib kürüyürlər, çıngıl tökürlər. Hələ çıngıl töküblər belədir, yol buzdur. Tökülər, 2 səfər tökülər. Nivada problem olmur, ancaq başqa maşınlar çətinlik yaşayır. Sürüşürdə qarbuz olur, yer sürüşü gəlir dəyir üstünə. Sən gedirsən, o gəlir sənə dəyir. Sürüşə gelirsən. Əlbəttə problemdir. Hər maşın üçün problemdir. O bir tək mostlu maşınlara daha problemdir. İnşallah, nə bilim, dövlətimiz sağ olsun. Yəqin ki, bir əncam eləyərlər. Hava belə qarlı şaxtalı olan halda səhər tezdən oyanarıq gəlirik həmin bu əraziyə və yol kənarında ehtiyatda olan duz qarışıqlı qumdan yollara səpirik. Beləliklə də nəqliyyatın hərəkətini bərpa edirik. Qeyd edək ki, biz artıq səhər saatlarından Əsrik Böyük Qışlaq ərazisində yolda çəkilişdəyik. Bax, xüsusilə də yolun qüzey hissələrində hava isti olmasına baxmayaraq yenə də yol buzdur, buz bağlayıb. Yenə də avtomobillərin gediş-gəlişi burada çox böyük çətinliklər yaradır. Yəni burada sürüşmələr olur. Ən böyük problem isə qarşı tərəfdən avtomobil gəldikdə məcburən avtomobil ona digər avtomobilə yol verəndə, yəni yolun kənarına çıxır ki, bu da birbaşa buzun üzərinə, qarın üzərinə çıxır. Bu da qəza şəraitinin yaranmasına səbəb olur. 26 nömrəli yol istismarı MMC-nin baş mühəndisi Eldar Hacıyev isə bildirib ki, ehtiyatda kifayət qədər duz qarışıq qum və lazım olduğu halda yol kənarına yığılır və buzlu yollara səpilir. Adı gedən yollarda texnika və canlı qüvvə ilə təmizlik işləri aparılıb. Buna baxmayaraq yenə də həmin yolların qar və buzdan təmizlənməsi işləri aparılaraq həmin yolda nəqliyyatın hərəkəti bərpa edilir. Həqiqətən də Tovuz ərazisinə güclü qar yağıntı düşmüşdü. Biz həmin vaxt tezliklə də yollara ağır texnika və fəhlələri cəlb elədik və yollarının təhlükəsiz vəziyyətə gətirə bildik. Kamran Əskiparalı, Sənan İsmailov, Qurban Vidadoğlu, Həcər Həsənova bugün informasiya proqramı üçün.